Assambleya indi Azərbaycan Respublikasının prezidenti zat əlləri cənab İlham Əliyevin nitqini dinləyəcəkdir. Mən protokoldan xahiş edirəm, zat-ı əllərini kürsüyə nitq söyləmək üçün müşahidə etsin. Xanımlar və cənablar, uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bugün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, vətənin azadlığı üçün müharibə ilə işğala necə son qoyduğumuzdan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.